İnsanı məhv edən nədir? Dünyanın zikri. Hər şeyin kökü zikir və qəflətdədir. Hətta bu, reallıqla bağlı da deyil. Mümkündür ki, birinin səhərdən axşama qədər 1000 dənə problemi olsun. Amma onun zehni cənnətdə dolaşır. Amma başqası səhərdən axşama qədər heç bir işlə məşğul olmasın. Amma zehni yalnız problemlərə ilişib qalsın. İnsan həyatının reallığı az təsir edir. 90% insanın düşüncəsindən asılıdır. İndi sizə başqa bir hədis oxuyum, zövq alın. Yenə də canım İmam Sadiq əleyhissalama fəda olsun. Ağalarımız nə qədər böyük insanlardır. Buyurur, İzə əhbəbtə şeyən fələ tukthir min zikrihi fə innə zəlikə mimmə yəhudduk. Ağa buyurur, bir şeyi çox sevirsənsə, onun haqqında çox düşünmə. Bəli, bilirəm onu sevirəm, amma bu qədər çox düşünmə. Onsuz da nə vaxt gəlməli olsa gələcək, amma belə daimi düşünmək olmaz. Yaxşı, bəs çox düşündükdə nə olur? İmam buyurur, fə innə zəlikə mimmə yəhudduk. Bir şeyi çox düşündüyündə, bu səni sındırar, səni məhv edər, səni yox edər. Səthi maraqlarına çox bağlanıb, onların üzərində düşünmə.